Salamlar bir daha. Qoşulan hər kəsə təşəkkürümüzü bildiririk. Hələ də qoşulmağa davam edirlər doktor. Amma istəyirsinizsə biz yavaşdan başlaya bilərik. Deməli, doktoru sizə tanıdım. Doktorumuz Almaniyada Berlin şəhərində Fəxarc mama ginekoloqdur, Aynur Nağıyeva və bizə bu günləri Almaniyada gələcəyin mama ginekoloqları üçün Almaniyadakı perspektivlər barəsində bizə məlumat verəcək. Buyurun doktor, söz sizdə. Herkes için sabah xeyir. Almanya'nın Berlin şəhərindən Bakıdakı həmkarlarımızı salamlayıram. İlk növbədə dəvət üçün təşəkkür edirəm. Biz Hamıdan təşəkkür bir edirik. ricam olacaq. İşitmisiniz? Biz təşəkkür edirik sizə doktor. Hə, hə, oldu, əla. Bircə xahişim olacaq ki, prezentasiya dövründə mikrofonları hamı söndürsə əla olar ki, əlavə səslər qarışmasın. İlk öncə özüm haqqında qısa məlumat verim. 13 ilə yaxındır artıq Almanya Berlin şəhərində yaşayıram, işləyirəm. 2006-cı ildə Azərbaycan Tibb Universitetinə prezident təqaüdü ilə qəbul olmuşam. 2012-ci ildə prezident təqaüdü ilə bitirmişəm və həmin ildə də Azərbaycan Respublikasının Təhsil Nazirliyi və xaricdə təhsil proqramının Almaniya ilə olan DAD Deutsche Akademische Austauschdienst mübadilə xidmətinin təqaüd proqramını qazanaraq məhz Almaniya Birliyi şəhərinə gəlmişəm. 2012-ci ildə Almaniyanın məşhur universitet klinikalarından olan, hansı ki Berlində yerləşən Charité Universitet Klinikasında çalışmaya başlamışam. Daha sonra müəyyən dövlətlə bağlı problemlərlə bağlı rezidentura təhsilimin digər hissəsini Charité-nin digər akademik klinikalarında davam elətdirmişəm. Hal-hazırda Berlində Fachärztin, Azərbaycancası tərcüməsi deyəsən, mama ginekologiya üzrə mütəxəssis həkim olaraq həm ambulator klinikada, həm də ki normal belə cərrahi bölümü olan klinikada çalışıram. Bugün sizə Almaniyadakı mama ginekologiya ixtisası ilə bağlı bəzi sirləri paylaşacağım və ümid edirəm ki, prezentasiyam bir çox gələcək mama ginekoloqları üçün böyük yardımcı olacaq. Bir an Belə ki, bəli. sözünü sayın sözünüzü kəsdim. Dostlar, suallarınızı axıra saxlaya bilərsiniz. Əlinizi qaldırıb özünüz verə bilərsiniz səslə və yaxud da chat hissəsinə yaza bilərsiniz. Sonda biz səsləndirərik, tamam mı? Əlbəttə ki, problem yoxdur. Amma ginekologiya ixtisasının üstünlükləri və çaşmazlıqları bəlkə əlbəttə ki, bu ölkədən asılı olaraq dəyişə bilər və mənə görə Almaniyada üstünlüyü ona ibarətdir ki, həm özündə cərrahiyyəni, həm də terapiyanı birləşdirir və beləliklə siz rezidenturanı bitirdikdən sonra və yaxud da rezidenturanın sonunda siz qərar verə bilərsiniz ki, siz mama ginekologiyanın cərrahiyyə bölməsi üzrə və yaxud da terapiya üzrə mütəxəssis olmaq istəyirsiniz. Digər tərəfdən Almaniyada mama ginekologiya ixtisasının çox şaxəli olmasıdır və bunun üçün yüksək imkanların olmasıdır. Belə ki, əlbəttə ki, bir çox ölkələrdə mama ginekologiyanın içərisinə aydındır ki, mamalıq sahəsi, yəni doğum sahəsi daxildir. Bəzi ölkələrdə uroginekologiya daxildir, bəzi ölkələrdə deyil, amma Almaniyanın özündə mama ginekologiya ixtisasını hansı ki rezidentura müddətində görə biləcəyiniz pasientlər içərisində həm uroginekoloji pasientlər, həm onkoloji pasientlər, həm senoloji, yəni süd vəzi ilə bağlı pasientlər, həm perinatoloji, yəni erkən doğumla bağlı və yaxudsa hamiləliyi riski keçən qadınların təqibi halı həm ginekologiya, həm endokrinologiya, həm də uşaq ginekologiyası daxildir. Və əlbəttə ki, bu sahələrin hamısı rezidentura keçdiyiniz klinikada olmaya bilər. Bu əksər universitet klinikalarında və daha böyük klinikalarda rast gəldi. Belə ki, Almaniyada mama ginekologiyanın müəyyən çaşmazlıqları var. Bəlkə də bu bir çox ölkələrə də daxildir ki, personal çaşmazlığı səbəbindən gecə növbələr həddindən artıq çox ola bilər və gecə növbələri doğumlar səbəbindən sakit keçmir. Digər tərəfdən mama ginekologiyanın ən yəni həyəcan verici hissəsi eyni zamanda mamalıq sahəsində tez-tez rast gəlinən təcili təxirə salınmaz halların rast gəlməsidir ki, bu halda da kifayət qədər çevik olmaq lazımdır. Belə ki, Almaniyada rezidentura 60 ay davam edir və bunun maksimum 12 ayı əgər məsələn
FSP imtahanı verdikten sonra siz əgər İnnərə medisini söyleyeyim, terapiya sahəsində və yaxud da cərrahiyyə, anesteziologiya və digər sahələrdə çalışdığınız zaman onun 12 ayını maksimum şəkildə səhiyyə idarəsi, yəni ESSA kamera üzərində tanıtdıra bilərsiniz. Və bu rezidentura müddətində əlbəttə ki, sizin müəyyən bir məqsədiniz var. Bu məqsəd logbook adlanan bir kitabça, hansı ki kataloq var və orada siz 5 il ərzində neçə ədəd doğum, neçə əməliyyat və nə qədər müayinə və prosedurlar keçməlisiniz. Orada qeyd olunur və həmin sayı siz 5 il ərzində 5 ildən və yaxud uzun müddət ərzində doldura bilərsiniz. Amma minimum bu 5 il davam etməlidir. Əlbəttə ki, bu işlədiyiniz həftəlik iş saatına bağlı olaraq, məsələn, tam aklat söyleyeyim, yəni həftədə əgər 40 saat, 42 saat çalışdığınız halda bu rezidentura müddəti minimum 5 il, əgər məsələn 20 saat işlədiyi halda bu rezidentura müddəti 2 dəfə uzun, yəni 10 ilə qədər davam edə bilər. Və rezidentura imtahanına nə zaman, nə vaxt girməyiniz sizin öz planınızdan asılıdır və digər tərəfdən bunun bürokratik tərəfi də var ki, bu əlbəttə ki, burada Almaniya Səhiyyə İdarəsinin, yəni sizə nə zaman imtahan üçün randevu verəcəyinə bağlıdır. Əlbəttə ki, bu əyalətdən asılı olaraq və şəhərdən asılı olaraq fərqli ola bilər. Və uzmanlıq imtahanından öncə müəyyən vacib məqamlar var və bunlar məcburidir. Hansı ki, Səhiyyə İdarəsi tərəfindən məcburi şəkildə tələb olunur və bunlardan biri psixosomatika ilə bağlı 80 saatlıq kursun keçirilməsidir. Həmin kurs hissədə həm müəyyən pasientlərin elə təqdim olunması və müəyyən biliklərin əldə olunması böyük rol oynayır. Həmin psixosomatik kursun da mənə elə gəlir ki, bəzi çətin psixoloji pasientlərin başa düşülməsi, həmçinin də onlarla davranış qaydaları öyrənilməsi barəsində bəzən somatik səbəblərin tapılmaması və pasientlərdə məsələn psixoloji problemlə bağlı, məsələn, ginekologiyada daha çox rast gəlinən qarın aşağı hissəsində ağrının olması kimi səbəbləri öyrənmək mümkündür və kifayət qədər maraqlı kursdur. Belə ki, bu rezidenturanı ən çox verilən suallardan biri harda keçə bilərəm? Bunun üçün kifayət qədər Almaniyada imkanlar var və hər bir əyalətdə fərqli klinikalara rast gəlmək mümkündür və klinikalar toplam olaraq universitet klinikaları, daha sonra həmin universitetlərin akademik klinikaları bölünür və həmçinin də perinatal mərkəzlər var ki, bu öz səviyyələrinə görə 3 kriteriya bölünür. Bu hansı ki, yeni doğulmuşların çəkisinə bağlı olaraq dəyişir. Digər tərəfdə ambulator mərkəzlər var. Bunlar Medizinische Versorgungszentrum və Praxis adlanır. Halbuki mən hal-hazırda həm də Infosetdə işləyirəm. Və bunların ambulator mərkəzlərinin təəssüf ki, yalnız limitli sizə rezidentura verilmə imkanı olur ki, bunlar 1 və ya 2 il ola bilir. Bütün hallarda harda rezidenturaya başlamanız və bitirməyinizdən asılı olmayaraq, bütün hallarda ilk müraciət etdiyiniz zaman siz həmin klinikanın web saytında rezidentura təhsil müddətinin nə qədər olduğu və yaxud da rezidentura verə biləcək klinika rəhbərinin o səhiyyə idarəsi siyahısında olub-olmamasını aydınlaşdırmaq lazımdır və həmin Weiterbildungsentwicklung, yəni ki, rezidentura vermə şansının nə qədər olduğunu aydınlaşdırmaq lazımdır. Əlbəttə ki, bu 5 il olarsa, bu deməkdir ki, siz həmin klinikada 5 il ərzində çalışa bilərsiniz. Uzmanlıq imtahanına kimi 3 il olarsa, o deməkdir ki, 3 il sonra siz klinikanı digər klinikaya dəyişmək məcburiyyətindəsiniz. Belə ki, rezidentura müddətində keçirilməsi məsləhət görən kurslar, hansı ki, bunların böyük çoxunu da mən özüm keçmişim və kifayət qədər çox yəni təcrübə üçün əla imkanlardır. Əlbəttə ki, bunların bəziləri ödənişli, ödənişsiz şəkildə ola bilər və ödənişlərin müəyyən bir hissəsi klinika tərəfindən əlbəttə ki, qarşılanır. Belə ki, ginekologiyada yeni başlayan kollegalara, istər Alman, istər qeyri-Alman kollegalarımıza Gün Sonu adlı onlayn kursu çox məsləhət görürəm. Orada siz animatorlar üzərində məhz doğuş tikişlərini öyrənə bilərsiniz və daha sonra həm evdə, həm də ki, pasientlər üzərində təcrübə keçə bilərsiniz.
Çünki oradakı xırdalıqları mənə elə gəlir ki, onu sizə kimsə öyrətmək şansı biraz az ola bilər. Digər hal, bəs mamalığın o kəskin halları, hansı ki, doğum əsnasında başına gələ biləcək təcili hallarla bağlı, yəni ki, görə biləcəyiniz tədbirlər hansı sürətdə, hansı ardıcıllıqla, hansı protokolla olması barəsində müəyyən kurslar təklif olunur. Onları baş çəkmənizi çox məsləhət görərdim, xüsusilə rezidenturanın ilk illərində. Bəzi klinikalarda uşaq klinikası və ya da perinatal mərkəz olmadığından orada yeni doğulmuşlara ilkin yardım etməyiniz həm siz tərəfindən, həm də anesteziolog tərəfindən keçirilməsi məcburidir və bu halda isə yeni doğulmuşların ilkin yardım kursunu keçməyi də tövsiyə edirəm. Ən əsası mama ginekologiyada böyük rol oynayan, bildiyiniz kimi Almaniyada digər ölkələrdən fərqli olaraq məhz istər süd vəzinin, istər ginekoloji, istər mamalıq, hamiləliklə bağlı ultrasəsli müayinələrini hər birini biz mama ginekologlar həyata keçiririk. Yəni xüsusi olaraq onları ultrasəs mütəxəssisinə yönləndirmirik. O səbəbdən burada 3 etaplı ultrasəs kursunu keçmək və sertifikatını alma tövsiyə olunur. Əlbəttə ki, ultrasəs kursları da həm teori hissədə, həm də praktik hissədən ibarətdir ki, praktik hissədə siz canlı hamilələr üzərində, yəni müəllimlərin köməkliyi ilə öyrənə bilərsiniz və daha sonra onu praktikada əlbəttə ki, tətbiq edə bilərsiniz. Bu kurslar da demək olar ki, bütün əyalətlərdə təklif olunur. Növbəti rezidentura illərində irəlilədikcə kolposkopiya kursu, yəni uşaqlıq boyunu qiymətləndirməsi üzrə kurs və sertifikatın alınması, o da sizin istəyinizə bağlı ola bilər ki, siz rezidenturanı bitirdikdən sonra nə işlə məşğul olacaqsınız və hansı sahə üzrə daha çox ixtisaslaşmaq istəyirsiniz. Dopplersonografiya kursu burada daha çox mamalıq sahəsində, xüsusilə riskli hamilələrin dopplersonografiya edilməsi məhz biz mama ginekoloqlara aiddir və onu da yəni rezidentura bitdikdən sonra və ya rezidenturanın son illərində öyrənilməsi tövsiyə olunur. Mama sonografiya kursu da özü üç hissədən ibarətdir. Hansı ki, bu kursda da siz əgər gələcəkdə süd vəzi mütəxəssis olmaq istəyirsinizsə və kursu keçməyi məsləhət görürəm, amma rezidentur müddətinə də keçə bilərsiniz. Kifayət qədər maraqlı kursdur. Həmin kursda da digər ultrasəs kurslarında olduğu kimi həm teori, həm də praktik isə, yəni siz pasientlər üzərində ultrasəs etməyi öyrənə bilərsiniz. Uroginekologiya kursuna gəldikdə, bu əlbəttə ki, sizin əgər sonradan uroginekologiya üzrə mütəxəssis olmaq istədiyiniz halda və həmin sahəyə marağınız olduğu halda, yəni həmin kursu da keçə bilərsiniz. Əlbəttə ki, rezidenturanı bitirdikdən sonra siz cərrahiyyə və ya terapiya sahəsində davam etməyinizi qərar verdikdən sonra, xüsusilə cərrahiyyə üzrə qərar verdikləri zaman və onkologiyaya böyük marağınız olduğu zaman və ya laparoskopik əməliyyatlar daha çox etmək fikrindəsinizsə, o zaman onun üçün də minimal invaziv cərrahiyyə üzrə MIG kursları və onkoloji kurslarda regular olaraq təklif olunur. Belə ki, özünün inkişaf mənə elə gəlir ki, çox önəmlidir. Bu baxımdan Almaniyada olan müəyyən imkanları bir çox kollegalarımızın xəbəri yoxdur, deyə bilərəm və bundan yararlanmağı məsləhət görürəm. İlk növbədə klinikaya başladığınız zaman siz onun klinikanın istər kollegalardan, istərsə də bu personal idarəsindən soruşa bilərsiniz ki, klinikanın sizin üçün illik nə qədər büdcə ayırıbdır. Bu büdcə sizin inkişafınız üçün xüsusilə vacib olan konfranslara, kurslara, seminarlara ayrılan büdcədir və orada əlbəttə ki, hər bir klinikanın sistemində və ya personal şöbəsindən siz antitrakfurkoz bərnamə adla, yəni ki, bu ödənişlərin edilməsi üçün bir sənədi doldurmanız və həmçinin də hansı kursu edəcəksinizsə, həmin kursunda məhz broşurasını, flyersını əlavə eləyə bilərsiniz və onu ilk öncə şefə imza atırdıqdan sonra, ondan hə cavabı aldıqdan sonra məhz personal şöbəyə verə bilərsiniz. İkincisi, əgər yaxınlığınızda, əgər yaşadığınız şəhərdə və əyalətdə universitet klinikası varsa, onun kitabxana kartını əldə edə bilərsiniz və həmin kitabxana kartında istər kitabları, istərsə də elektron şəklində kitabları PDF şəklində əldə edə bilərsiniz. Əlbəttə ki, bunlar hamısı pulsuzdur. Həmin kitabları 4 həftə ərzində istifadə edə bilərsiniz. Daha sonra onun müddətini 6 aya qədər uzada bilərsiniz.
Həmçinin də təzə çıxmış yeni kitabları, yəni onları əgər elektron kitab oxumaq sizə problem deyilsə, 200-300 avro ödəmək istəmirsinizsə, əlbəttə ki, onu da kitabxanada gedib əldə edə bilərsiniz. Bunu mən regular olaraq hər 2 aydan bir eləyirəm və kifayət qədər çox yaxşı təcrübədir. Həmin kitablar istənilən vaxtı mənim istər telefonumda, istər kompüterumda var və istənilən vaxtda mən evə gedib, yəni kitab araşdırmaya ehtiyac yoxdur. İstənilən vaxtda mənim yanımda elektron kitablara baxıb, yəni istənilən məlumatı dəqiqləşdirmək imkanım var. Digər tərəfdən kifayət qədər mama ginekologiya üzrə çox aktiv şəkildə vebinarlar təşkil olunur. Təkcə deyə bilərəm ki, bir ay ərzində minimum 12 pulsuz webinar alman dilində təşkil olunur. Bunlar istər Almaniya tərəfindən, istər İsveçrə, istər Avstriya tərəfindən sadəcə həmin webinarları internetdə özünüz araşdırıb, Google üzrə araşdırıb, tapıb qeydiyyatdan keçdikdən sonra mütəmadi olaraq həmin webinarlara dəvət alırsınız və yəni problemsiz iştirak edə bilərsiniz. Digər tərəfdən əksər klinikalarda istər həftəlik, istər aylıq konfranslar təşkil olunur. Xüsusilə bəzi klinikalarda məcburi şəkildə bu tumor konferens, hansı ki, xaçə xəstələri, istər süd vəzi, istər gyn-onkoloji xəstələrin məhz təqdimatı, orada ümumi olaraq interdisiplinlər qərar verilməsi aydınlaşdırılır. Prenatal mərkəzi olan klinikalarda aksidoz konferens, hansı ki, çox yəni pis doğum kriteriyalarla doğulmuş uşaqların müzakirəsi aparılır. Digər tərəfdə prenatal konferensi var, hansı ki, prenatal konferensi bir çox prenatal mərkəzlərdə təşkil olunur və radioloji konferens da demək olar ki, əksər klinikalarda təklif olunur. Orada istər kompüter tomoqrama, istər MRT, istər mamoqrafiya nəticələri diskussiya olunur və öyrənmək üçün mənə gəlir ki, kifayət qədər yaxşı bir təklifdir. Belə ki, Almaniya rezidentura başlamadan öncə, əgər təqaüd proqramlarından istifadə etmək istəsəniz, mən tanıdığım Döş Akademisi Austauschdienst, hansı ki, mən bu mübadilə təqaüd proqramının təqaüdçüsü olmuşam. Onun saytında kifayət qədər hansı sahələrə təqaüd ayrıldığı, deadline-lar barəsində məlumat əldə edə bilərsiniz. Əlbəttə ki, bura bizim sahə üzrə, məsəl üçün, FSP imtahanı vermədən öncə yay dil kursuna gələ bilərsiniz. İstərsənizsə, rezidenturadan öncə bir PhD elmi araşdırma edə bilərsiniz və yaxud master təhsili edə bilərsiniz. Və bu stipendiya məbləği əlbəttə ki, sizin keçdiyiniz təhsil müddətindən və onun növündən asılı olaraq 950 avro ilə 1550 avro arasında dəyişir. Əlbəttə ki, orada alman dili məcburiyyəti yoxdur, amma ya ingilis dili və ya alman dili ola bilər. Belə ki, uzman olduqdan sonra növbəti sual hansı tarix ixtisası seçim? Bu üzrə də kifayət qədər Almaniyada imkanlar var, amma bu biraz zaman məsələsidir ki, yəni mən məsələn gyn-onkoloq olmaq istəyirəmsə, rezidenturanı bitirdim və 2 ay onkologiyada işlədim. Bu yəni gyn-onkoloji mütəxəssis olacağam. Bu elə deyil. Bu minimum nəzərdə tutulmuş yəni müddətdir ki, bu dar ixtisas üçün. Yəni ən yaxşı halda siz 2 ay ərzində gyn-onkologiya üçün dar ixtisas üçün lazım olan kataloqu doldurub imtahana girə bilərsiniz. Bundan sonraki çıxışlarımızda Xəyal doktorda gyn-onkologiya üzrə ixtisaslaşmış çox yaxşı mütəxəssislərimizdəndir. Yəni ona da lazım gəlsə suallarınızı verə bilərsiniz. Digər sahə xüsusi mamalıq və perinatologiya üzrədir. Burada da əlbəttə ki 24 aylıq bir dar ixtisası seçmə imkanı və 24 ay həmin perinatoloji mərkəzdə işləmək və kataloqu doldurmaq və sonda imtahan vermə məcburiyyəti var. Digər tərəfdən bu Azərbaycanda daha çox məşğul olan süni mayallanma, reproduktiv tip sahəsidir. Hansı ki, əksər Azərbaycandakı kolleqalarımız Türkiyədə çox yaxşı bir neçə aylıq mütəxəssis ola bilirlər, amma Almaniyada bu məcburiyyət var ki, əgər siz bu sahə üzrə işləmək istəyirsinizsə və ixtisaslaşmaq istəyirsinizsə, minimum 2 ay, 2 il bu sahədə çalışmalısınız və daha sonra imtahan verməlisiniz. Bəzi sahələr var ki, orada imtahanlar məcburi deyil, müəyyən kursların keçirilməsi, onların səhiyyə idarəsində təqdim olunması təklif olunur. Onlara uroginekologiya ixtisası daxildir, xüsusilə senologiya, süd vəzi xərçəngi
daxildir, xüsusilə minimal invaziv cərrahiyyə və uşaq ginekologiyası daxildir. Daha sonraki məsələ iş axtarışı ilə bağlıdır. Belə ki, klinikada iş axtaran zaman siz klinikanın veb saytında daha aydın şəkildə aydınlaşdıra bilərsiniz ki, klinika hansı sahələr üzrə ixtisaslaşıbdır və hansı sahələr üzrə daha çox pasient qəbul eləyir. Və bu əlbəttə ki, perinatoloji mərkəz ola bilər, süd vəzi mərkəzi ola bilər, Kinderward Centrum, yəni reproduktiv süni maylama mərkəzi ola bilər, onkoloji mərkəz və ginekologiya və minimal invaziv cərrahiyyə ola bilər. İkinci əsas məsələ bizim sahəmizdə uşaq klinikasının olub-olmamasıdır. Çünki bu kifayət qədər bir təhlükəli haldır ki, uşaq klinikası olmadığı halda siz bütün istər gecə saat 3-də, istər gündüz saat 3-də yalnız anesteziolog köməyi ilə siz yeni doğulmuşu reanimasiya etməlisiniz. Mən işlədiyim son klinikada məhz perinatoloji mərkəz olmadığından biz bunu eləmək məcburiyyətindəyik, amma xoşbəxtçilikdən istər mamaçalar, istərsə də anestezioloqlar, yəni kifayət qədər hər ayın ilk 5-ci günü bu barədə kurs keçirlər və kifayət qədər təcrübəlidirlər və yəni gün istənilən saatında yəni yardım etməyə hazırdırlar. Hansı ki, uşaq təcili yardımı digər klinikadan və uşaq həkimi evdən gələnə qədər yəni kifayət qədər yardım edə bilirik. Üçüncü əsas məsələ mama ginekologiya sahəsində xüsusilə rezidentura yeni başlayanlar üçün doğum sayı önəmlidir. Bunu da əlbəttə ki, klinikanın saytında tapa bilərsiniz və yaxud hər il Milupa adlı bu bir firma illik olaraq Almaniyadakı doğum klinikalarının nə qədər doğum elədiyini göstərir və bunu hər il yanvar ayında açıqlayır. Yəni ən yaxşı halda doğum sayının 1000 üzəri olması məsləhət görülür. Çünki 1000-dən aşağı olduğu halda sizin həftədə 1 və 2 dəfə doğum görməyiniz yəni kifayət qədər rezidentura üçün yaxşı deyil. Sonra növbəti sual bu növbə saatlarına bağlıdır. Əlbəttə ki, 24 saatlıq gecə növbələri kifayət qədər yorucudur və bunu əksər demək olar ki, böyük şəhərlərin klinikalarında bunu etmirlər. Bəzi hallarda həftə sonları 24 saatlıq gecə növbələr ola bilir. Mənim çalışdığım klinikalarda perinatoloji mərkəzdə 8 saatlıq olub. Bu mənə görə kifayət qədər insani gecə növbələridir. Hər 8 saatdan bir gecə növbələri, yəni hər 8 saatdan bir növbənin dəyişməsi və növbəyə kifayət qədər fit şəkildə gedilməsi. Həftə sonları bəzi klinikalarda da 16 saatlıq, bəzilərində 24 saatlıq ola bilər. Başlanğıc üçün xüsusilə rezidentura başladığınız dövrdə, xüsusilə iş görüşməsinə getdiyiniz zaman soruşmanız vacibdir ki, gecə növbəsində yardımcı həkim klinikada qalırmı, yoxsa klinika yaxınlığında yaşayırmı, nə qədər müddətə ora çata bilərmi? İstənilən halda mama ginekologiya sayəsində istər doğumda atoniya olsun, istər doğum zamanı təcili hissəriyə göstəriş olsun. Yəni orada yardımcı həkimin ən gec halda 15 dəqiqə orada olması tövsiyə olunur. Bəzi hallarda 15 dəqiqədə kifayət qədər uzun zamanda, xüsusilə mamalıqda təcili hallar üçün. Və əlbəttə ki, növbəti sual iş görüşməsində iş şərtləri və maaşlarla bağlıdır. Mən burada iş axtarma imkanları üçün saytları qeyd eləmişəm. Əlbəttə ki, bu saytlar üzrə axtarış eləyib FSP imtahanı verdikdən sonra əlbəttə ki, iş tapa bilərsiniz və hər kəsə ilk öncə diqqətinə görə təşəkkür edirəm və buyurun, suallara hazıram. Sualları səsinizi açıb da verə bilərsiniz və ya çata da yaza bilərsiniz. Doktor, istəyirsiniz ekran şeiri dayandıra bilərsiniz. İndi sizdə necə görünür? Sizin ekranı görürük ona görə. Oldu, okey. 2 dəqiqə. Oldu. Buyurun dostlar. Deməli, bir iki sual gəldi. Rezidenturaya başlayana qədər nə qədər vaxt lazımdır? Yəqin ki, hazırlıq prosesindən sual verir. Əlbəttə ki, o da əyalətdən bağlıdır, amma hal-hazırda bildiyim qədərlə rezidenturaya başlayana qədər, yəni o xüsusi bir müddət yoxdur. Yəni FSP imtahanı verib
siz iş yeri tapdığınız halda başlaya bilərsiniz. Ən əsası, yəni özünüzün də qısa da olsa, yəni məlumatınız olmanız, yəni yaxşıdır bütün sahələr üzrə, bütün temalar üzrə. Əfruz deyir ki, bu sahə üzrə rezidentura təhsili alarkən yaxşı klinikaya düşmək üçün CV-də nəyə önəm verilir? Könüllülük fəaliyyətləri vacibdirmi? Əlbəttə könüllülük müəyyən rol oynaya bilər, amma əlbəttə ki, o da klinikanın nə qədər akut vəziyyətdə personal çatışmazlığının olub-olmasına bağlıdır. Ə, amma böyük şəhərlərdə onu deyə bilərəm ki, öz təcrübəmdən kifayət qədər konkurent çox yüksəkdir, rəqabət və böyük şəhərlərdə tapmaq çox çətindir. Əksər böyük şəhərlərə yəni minimum 3-4 il təcrübəsi olan və ya Avropa Birliyi vətəndaşı olan həkimləri qəbul edirlər. Amma bütün hallarda yəni istər özünüzü inkişaf baxımından müəyyən kurslar keçə bilərsiniz. Sonra iş görüşməsində verə biləcək suallara yaxşı hazırlaşa bilərsiniz, mənə elə gəlir. Yəni bunlar öz yardım edir, amma mənə elə gəlir ki, daha çox bəxt məsələsi də orada müəyyən rol oynayır. Növbəti sual. Zeynəb deyir ki, siz hansı ədəbiyyatdan oxumağı tövsiyə edirsiniz ən çox? Hal-hazırda kitablar həddindən artıq çoxdur. Mən sadəcə bu protokol liniyaları kiçik kitabça şəklində məhz xalatımın cibi üçün özüm hazırlamışdım və hər zaman üstündə gəzdirirdim, xüsusilə təcili hallar üçün. Amma əgər baxsanız, kifayət qədər Ambos məsəl üçün çox aktivdir. O Şariti tərəfindən hər ilin avqust ayında aktivləşir. Mən şəxsən də oradan istifadə edirəm. Ambosun həm rezidenturaya yeni başlayanlar, yəni tibb tələbələri üçün, həmçinin də həkimlər üçün məlumat bazası çox yaxşıdır. Sadəcə ödənişlidir, amma onu da 10-15 həkim və ya tələbə bir yerdə toplanıb, yəni ödəniş eləsə mənə elə gəlir ki, hamıya yararlı olar. Çünki hər zaman üstünüzdədir. İstənilən vaxt işdə sualınız olduğu halda da baxa bilərsiniz. Yəni kitabı evdə yadda çıxardığınız halda. Amma bəzi klinikalarda ambos üzrə pulsuz, yəni sizə giriş təqdim edirlər. Rezidentura üçün cüpa qiymət, yəni ortalaması önəmlidirmi hal-hazırda? Onun mənə elə gəlir ki, Səhiyyə İdarəsi tərəfindən məncə o elə bir tələb yoxdur ki, o ballara baxılır. Bizim dövrümüzdə belə bir şeylər yox idi deyə ona görə hətta təəssüf ki, çox dəqiq məlumat verə bilmərəm. Növbəti, Azərbaycanda 5 illik rezidentura təhsilini bitirdikdən sonra subspecialty olaraq onkoginekologiya 2 il orada təhsil görə bilərikmi? Ya necə? Əlbəttə ki, burada rezidentura keçmədən ginekologiya birbaşa başlamaq xeyli çətin məsələdir. Çünki birinci ginekologiya üzrə klinikada yer tapmağınız kifayət qədər çətin ola bilər. İkincisi, həmin kataloq üzrün lazım olan bu prosedurlar var. Xəyal doktor daha yaxşı bilir. Onları mənə elə gəlir ki, yəni doldurmaq lazımdır. Ona görə təkcə Azərbaycanda ginekologiya üzrə bitirib gəlib burada imtahan verim, o biraz çətin məsələdir. Digər tərəfdən bürokratik işlər də kifayət qədər uzundur. Yəni təkcə yəni bu sənədlərin göndərilməsi, oradan müəyyən cavabların alınması bəzən yəni 1-2 ilə qədər davam edə bilər. Əlbəttə ki, bu da əyalətdən və şəhərdən asılıdır. Nuray sual verir. Rezidentura təhsilini Almaniyada almaq üçün nə qədər maddiyyat tələb olunur? O da maraqlı sualdır. Əslində rezidentura dövründə siz maaş alırsınız. Ən çətini siz FSP imtahanı verənə qədər maddi baxımdan yəni özünüzü təmin edə bilməyinizdir. Amma rezidentura dövründə əslində yəni yaşadığınız şəhərə bağlı olaraq, məsəl üçün Münxendə, Hamburqda yaşasanız əlbəttə ki, xərcləriniz yüksək olacaq. Berlində də məsələn evlərin kirayə haqları son Ukrayna müharibəsindən sonra kifayət qədər artdığına görə yəni xərclər bir qədər yüksək ola bilər. Amma əlbəttə ki, tələbə yataqxanaları var və ya 2-3 həkim bir yerdə qala bilər və bu baxımdan müəyyən yəni qənaət edə bilər. Yəni başlanğıc həmişə hər yerdə çətin olur. İstər öz sahənizdə olsun, istər başqa sahədə olsun. Amma rezidentura üçün sırf sizə yəni maaşdan əlavə maddi kömək lazım yoxsa yox, əlbəttə ki, yaşadığınız şəhərə bağlıdır. Almaniyada ginekologiyaya yetərincə boşluq varmı? Rahatlıqla iş tapmaq mümkündürmü?
Düşünürəm ki, mama ginekologiya üzrə digər sahələrə, xüsusilə dəri, lor sahəsinə baxdıqda, yəni iş tapmaq o qədər də problemli deyil. Ola bilsin ki, siz böyük şəhərlərdə e, yer tapmağa başlanğıc sahədə, xüsusilə rezidenturanın başlanğıcında iş yeri tapa bilmərsiniz. Amma ki, tövsiyə edirəm ki, bu halda kiçik bir əyalətdən başlayıb, orada iş təcrübəsi 2-3 il topladıqdan sonra, aprobasiyanı aldıqdan sonra rahatlıqla əlbəttə ki, iş tapa bilərsiniz. Hal-hazırda məlumat üçün deyim ki, Berlində 6 Azərbaycan ginekoloq çalışır. Onların əksəriyyəti son 4-5 ildə Berlinə köçüblər və əksəriyyəti isə digər şəhərlərdə 2-3 illik təcrübə toplayıb, aprobasiya imtahanı verdikdən sonra yəni yer tapa biliblər. Almaniyada süd vəzi cərrahı olmaq üçün mütləq mama ginekologiya üzrə ixtisaslaşmaq lazımdırmı? O, əlbəttə ki, ə, ə, onkologiya üzrə qurtara bilənlər də daha sonra həmin sahə üzrə ixtisaslaşa bilər. Amma orada da müəyyən səhiyyə idarəsindən xırdalıqlar var ki, siz senoloq olaraq ambulator sahədə çalışmaq istəyirsiniz, yoxsa cərrahi sahədə çalışmaq istəyirsiniz. Cərrahi sahədə çalışmaq istəyəndə mənə elə gəlir ki, ancaq mama ginekologiyanın içərisinə daxildir. Amma onun üçün də kifayət qədər öyrənmək üçün kifayət qədər rezidentura mərkəzləri var. Çünki süd vəzi xərçəngi Almaniyada birinci yerdə olduğuna görə, yəni çox yaxşı inkişaf eləyibdi. Yəni az qala hər ay demək olar ki, eyni araşdırmalar və protokollarda dəyişiklik olur və o baxımdan süd vəzi mütəxəssis olmaq istəsəniz, yəni problem deyil. Hı hı. Almaniyaya ilk gələndə oradakı çətinliklər sizi narahat edirdimi? Adaptasiya müddətiniz necə oldu? Mənim Almaniyaya gələndə bəxtim gətirib ki, mən ilk öncə diade stipendiatçısı olduğuma görə məhz 70 nəfərlik həkim komandasından gəlmişik. O baxımdan biz bir-birimizə onlardan 12-si belinə düşən ginekoloq kolleqamız idi və bir-birimizə hər zaman köməklik eləyirdik. Ona görə heç özümüzü Almaniyada, yəni xarici ölkədə həyat hiss eləməmişik. Həmişə bir-birimizə dəstək olmuşuq. Amma mənə elə gəlir ki, Pusatana iynə atsaz, Almaniyanın ən kiçik əyalətindən tutmuş böyük əyalətinin şəhərinə kimi Azərbaycanı tapmaq mümkündür. Təkcə Berlinin özündə mənim tanıdığım 30-a yaxın Azərbaycan həkim var. Amma kiməsə desəz, yəni kimsə deməz ki, 30-a yaxın burada həkim çalışır. Yəni bütün şəhərlərdə demək olar ki, Azərbaycanı tapmaq mümkündür. Səma sual verir. Tələbə vaxtı Almanca ədəbiyyatdan istifadə etməyi məsləhət görürsünüz. Siz özünüz necə edirdiniz? Düzü tələbə vaxtı mən o vaxtları biz söhbət 13 il, 14 il əvvəldən gedir. O vaxtları Alman dilini öyrənə biləcək tələbə sayı demək olar ki, barmaqla sayıla biləcək qədər idi. Yəni hal-hazırdakı kimi deyildi. Hı hı. Ona görə də o vaxtları o qədər məlumat bazası da çox deyildi. Belə webinar konferanslar da çox deyildi ki, bizim məlumatımız olsun. Ona görə ilk öyrənməyə başlamağımız məhz biz Berlinə köçdüyümüz zaman yəni ginekoloqlar həftə sonu görüşüb bir yerdə diskussiya eləyib belə öyrənməyə çalışırdıq və imtahana elə hazırlaşırdıq ən yaxşı halda. Almaniyada eyni anda həm dövlət, həm özəl xəstəxanada işləmək mümkündürmü? Özəllərdə nə qədər məvacib verilir? Özəl deyəndə Azərbaycandakı kimi tam özəl deyil. Demək olar ki, özəllər daha çox ambulator sahədədir. Əlbəttə ki, çalışa bilərsiniz. O sizin istəyinizə bağlıdır ki, sadəcə dövlətin sizi üçün verilən rezidentura icazəsi daha yüksək ola bilər. Özəllərdə 1 və 2 il ola bilər. Ona görə məsləhət görərdim ki, məsələn, rezidenturanın ilk 3 ilini ya 4 ilini dövlət klinikasında tam akladla çalışa biləsiniz. Qısa zaman ərzində həmin kataloqları xüsusilə cərrahiyyə sahəsində doldura bilərsiniz. Daha sonra ambulator şəraitdə, məsələn, əgər gecə növbələrindən sakit bir həyat istəyirsinizsə, ambulator şəraitdə, yəni xüsusi özəl klinikalarda, praksislərdə çalışa bilərsiniz. Hı hı. Aydan yazır. Salam doktor, ilk növbədə məlumatlar üçün təşəkkür edirəm. Bilmək istəyirdim ki, universitet zamanı Alman klinikalarda keçdiyimiz təcrübələr işə qəbul prosesində unikliniklərdən dəvət alma şansımıza nə dərəcədə təsir edir və həmçinin rezidentura təhsilinə ilk gündən uniklinikdə başlamaq mı daha məsləhətlidir, yoxsa daha kiçik klinikalar? O yenə də bəxt məsələsidir ki, siz universitet klinikasına yer ala bilərsiniz, yoxsa yox. Kifayət qədər orada da rəqabət yüksəkdir və iş şəraitləri kifayət qədər çətindir. Baxmayaraq ki, orada sizin elmi araşdırma aparma imkanlarınız var, amma gecə smenləri falan kifayət qədər çətin ola bilər.
Belə ki, o da baxır universitet klinikasının müəyyən şöbələri var. Siz hansı şöbədən başlayırsınız? Əlbəttə ki, orada tim düşdüyünüz rezidentura üçün hansısa bölüm çox böyük rol oynayır. Ona görə onu öncədən demək biraz çətindir. Ə, amma yəni kifayət qədər uniklinikdə həm yaxşı, həm pis təcrübəsi olan yeni kolleqalar var. Nəzrin sual verir. İştirak etdiyimiz International Congress sertifikatlarını CV-də əlavə etməyimiz müsbət təsirdirmi CV üçün? Əlbəttə ki, əlavə edə bilərsiniz, amma onun nə qədər baxıb-baxmaması o qədər önəmli deyil. Çünki bəzi klinikalar ona xüsusi önəm vermirlər, amma əlbəttə ki, yəni yararlana bilərsiniz və CV-yə daxil edə bilərsiniz. Aramızda tələbələrdən başqa bir mama da var. Türkan yazır ki, Azərbaycanda tibb kollecini, mamalığını bitirib gəlib Almaniyada harada təhsili davam etdirmək olar və təhsili bitirib orada perinatal mərkəzdə hər hansısa bir vəzifədə işləmək olarmı? O Azərbaycandakı tibb kolleci ilə bağlı dəqiq məlumatım yoxdur, amma mənə elə gəlir ki, bu işdə ilk növbədə o Anavin saytı ilə diplomunu tanıtmağa çalışa bilər və alman dili əlbəttə ki, sertifikatı ala bilər və digər tərəfdən burada Medizin Şifach Angestellte müəyyən istər klinikalarda, istər belə ambulator klinikalarda bu tibb bacısı işləyə bilər. Perinatoloji mərkəzlərdə də əlbəttə ki, orada uşaq tibb bacısı var, sonra mamaça var. Orada sahələr çoxdur. Yəni ən azından cəhd eləmək olar, amma birbaşa perinatoloji mərkəzdə başlama şansı biraz az ola bilər. İlk öncə başqa mərkəzlərdə başlaya bilər, təcrübə toplaya bilər, alman dilini mükəmməlləşdirə bilər və daha sonra o mənə gəlir ki, həmin mərkəzlərdə müraciət edə bilər. Və son sual, rezidentura təhsilini aldığımız universitet və universitet akademik klinikalar arasında fərq nədir? Ümumiyyətlə, universitet akademik klinika nədir? Akademik klinika, məsələn, Berlini deyə bilərəm ki, Berlində sadəcə bir Şarite Universitet klinikası var və onun 20-dən artıq akademik klinikası var. Yəni o deməkdir ki, Berlin şəhərində mama ginekologiya ixtisasının olduğu 20-dən artıq klinikaya siz müraciət edə bilərsiniz. Həmin klinikalar rəsmi olaraq Şaritenin akademik xəstəxanalarıdır. Yəni onunla bir yerdə müəyyən çalışmaları var, istər laboratoriya baxımından, elmi araşdırmalar baxımından. Amma onların demək olar ki, heç böyük bir bu qədər fərqi yoxdur. Sadəcə orada hansı mama ginekologiyanın hansı bölümləri olduğu, rezidenturanın hansı imkanları olduğu, tim necə olduğu bir-birindən fərqli ola bilər. Amma mənə gəlir, mən indiyə qədər Berlinin səhv etmirəmsə 5-ə yaxın akademik, Şarten akademik, 5-ə yaxın akademik klinikasında həm praktika keçib, həm işləmişəm. Yəni birində məsələn süd vəzi xərçəngi, digərində uşaqlıq boynu xərçəngi, digərində perinatoloji dərə ixtisası olduğuna görə hər birində yəni fərqli bir şeylər öyrənmişəm. Mənə gəlir ki, o baxımdan da daha yaxşıdır ki, fərqli komandalarla öyrənmək təcrübəmdə olub. Bir sual da gəldi. Biz artıq xəyal doktora keçməliyik. Ona görə uşaqlar suallarınızı növbəti spikerdə saxlaya bilərsiniz. Son dövrlərdə B2 sertifikatındansa C1 sertifikatının üstün tutulması aktualdırmı? Xəstəxanalar qəbul prosesində hal-hazırda buna diqqət yetirirlərmi? Onu da tam dəqiq deyə bilmərəm, amma məsəl üçün Berlin üçün deyə bilərəm ki, kifayət qədər Avropa Birliyinə daxil olan kolleqalarımız da iş üçün müraciət edirlər və rəqabət yüksək olduğuna görə, xüsusilə müxtəlif ölkələrdən gələnlər mənə gəlir ki, əgər vaxtınız varsa, C1 sertifikatını almaq daha yaxşı məsləhətli olar ki, bu irəlidə sizin istər rezidentura dövründə pasientlərlə kontaktınızı, istərsə də aprobasiya imtahanı hazırlıq dövründə çox yardımcı olacaq. Təşəkkür edirik doktor. Vaxtınızı aldıq. Buyurun. Vaxtınızı Sizə ayırdıq. də xoş günlər arzulayıram. Xəyal doktoru da buradan salamlayıram. Xəyal doktor, buradasınızmı? Nur Frankfurtdan. Salam. Salam. Hər kəsi salamlayıram mən də. Almaniyanın Frankfurt şəhərindən və dəvət üçün İKANS İdarə Heyətinə başda Xədicə xanım və Rövşən bəyə də təşəkkürümü bildirirəm. Və həqiqətən çox təqdirə layiq bir şeydir ki, tələbələr üçün belə bir konfrans keçirirsiniz. Ben her zaman ne zaman dəstək lazımsa hər zaman yanınızdayım. Öz haqqımda qısa məlumat verdikdən sonra əsas mövzumuza keçəcəm. Mən burada Berlində Humboldt Universitetində Şarite Klinik Tibb Fakültəsini bitirdikdən sonra bir il
yumurtalı xərçəngi laboratoriyasında ilmi işçi kimi çalışmışam. Orada translasional elmi araşdırmalar aparmışam və ondan sonra da orada rezidentura təhsilimi başlamışam. Və bir müddət sonra isə Frankfurt Universitet Klinikasına keçərək burada rezidentura təhsilimi bitirdikdən sonra burada həm dosent, həm də ki OBATS olaraq fəaliyyət göstərirəm. Belə və indi keçək əsas mövzumuza. Aha, görsənir doktor. Tamam, başlayalım. Robotik cərrahiyyə dedikdə yüksək təchizatlarla, texnolojik təchizatlarla cərrahi əməliyyatların həyata keçirilməsi nəzərdə tutulur və hər zaman konferanslarda, seminarlarda bu mövzu prezentasiya etdikdən sonra kollegalar arasında diskussiya başlayır ki, bəs robotik cərrahiyyə ilə, robotik texnologiyalarla əməliyyat etmək nə qədər finansal baxımdan məsrəflidir və bəhs etmir ki, konvensional laparoskopiya bu cür əməliyyatların icra etməsinə. Təbii ki, bu cür argumentlər gəlir, kollegalar hansılar ki, onlarda robotik cərrahiyyə yoxdur. Hər iki tərəfin də argumentlərində doğruluq var. Bəli, mən də o fikirdəyəm ki, cərrahi əməliyyatlar robotik texnologiyalarla həyata keçirilməsi bağlıdır, amma tətbiq olunacaq sahələri də var ki, orada belə deyim ki, olmazsa olmazlardandır. Xüsusən də ki, kompleks əməliyyatların icrasında robotik təchizatlar, hansı ki, yüksək texnologiyalarla təchiz olunmuşdur ki, çox kömək edir. Bugün məsələn Google'a girib robotik kampaniyaların adını yazsanız 20'ye yaxın belə bir cərrahi robotik kampaniyalar gələcəklər ki, qarşınıza. Bunlardan isə ən belə deyim ki, bu sahədə pioner olan Intuitive Surgical kampaniyasıdır ki, ilk məhz onlar başlayıblar və son illərdə də çox satış edənlər firmalardan biri də Medtronic firmasıdır. Hər ikisini də müqayisə etdikdə sol tərəfdə Intuitive Surgical'da Da Vinci sistemi dediyimiz, sağ tərəfdə isə Medtronic'dir. Hər iki sistem də 3 əsas hissədən ibarətdir. Konzol dediyimiz, yəni cərrahın oturub işlədiyi və qollar sütunundan ibarətdir və eyni zamanda video, kamera və digər əsas energetik proseslərin baş verdiyi qutu hissədən ibarətdir. Medtronic də demək olar ki, əsas 3 hissəsi var. Burada sadəcə hər qol, yəni robotun hər qolu xüsusi sütunlar üzərindədir, yəni ayrılmışdır. Hər iki cihazın da təbii ki, tətbiq olunmasında üstünlükləri və çatışmayan cəhətləri var. Baxır ki, siz hansı sisteminiz var klinikada və belə deyim ki, iPhone-la Samsung kimi müqayisə etmək olar. Yəni hər ikisindən də kompleks əməliyyatların icrası mümkündür. Qısa tarixçəsinə baxası olsaq, ilk dəfə ümumiyyətlə robotik sistemin tip sahəsində asistentlik etməsi 1988-ci ildə literaturada Dr. Ko tərəfindən beyin lezyonlarında presiz beyin biopsiyalarının götürülməsi üçün tətbiq olunmuşdu və 96-cı ildə isə Intuitive şirkəti tərəfindən ilk dəfə olaraq belə bir sistemin prototipi yayıldı. Sol tərəfdə də gördüyünüz və o ildən sonra isə bu sahədə artıq təkmilləşdirilmə getdi. İlk dəfə isə 99-cu ildə Almaniya tərəfindən Avropada sertifikatlaşmadan keçmişdi robotik sistem və elə həmin ildə Frankfurt şəhərində Dr. Binner tərəfindən dünyada ilk dəfə prostat ektomiyası robotik sistem tərəfindən həyata keçirilmişdi. Bir il sonra isə FDA tərəfindən approve olunub Amerikada və bugün isə geniş miqyasda tətbiq olunur. Hal-hazırda biz Da Vinci'nin 4-cü generasiyasına sahibik. Bu 2014-cü ildə produksiyası başlamışdı və bunun adı Da Vinci Xi-dir. Ondan öncəki SI sistemindən daha presiz, daha təkmilləşdirilmiş sistemə sahibdir. Mən klinikamızda daha çox Da Vinci sistemi ilə əməliyyat elədiyim üçün bugünkü müalicələrimdə də daha çox bu sistemin detaylarından sizə bəhs edəcəm. Birinci
Sistem dediğimiz kimi konzul adlandırılır. Cerrahi konzul. Burada cerrah oturur ve burada görmə sahəsindən əməliyyat daxili regionları müşahidə edə bilir və eyni zamanda qollar olan hissədə barmaqlıqlar vasitəsilə isə əməliyyatları icra edir. Aşağı hissədə isə pedallar yerləşdirilmişdir. Bu pedallar sayəsində həm videonun kameranın yaxınlaşdırıb uzaqlaşdırılması, çevrilməsi və eyni zamanda sağ tərəfdə isə olan pedallarla bipolar və monopolar funksiyaların təchizatı idarə olunur. Xəstə uzandığı təqdirdə robotun qolları torkarlar vasitəsilə daxil olunur. Docking sistemi olduqdan sonra əməliyyata başlanır və ən əsas sistem isə hissəsi isə video karton dediyimiz hissədir və bu hissədə enerji generasiyası baş verir. Və rəsmləşdirilmə prosesləri gedir və informasiya axını məhz bu sistem üzərindən həyata keçirilir və belə bir displeylə də assistent etdiyiniz əməliyyatı izləyə şansına malikdir. Statistik göstəricilərə baxdıqda son illərdə tətbiq olunan əməliyyatlar Da Vinci sistemi vasitəsilə artmaqdadır. Sol tərəfdəki dünya statistikasıdır və görürsünüz ki, əvvəlcə ginekoloqlar və uroloqlar daha çox əməliyyat etsələr də, son illərdə ümumi cərrahlar daha çox əməliyyat etməyə başlayıblar robotik sistemlərlə. Sağ tərəfdə isə gördüyünüz Almaniya və Alman dilli ölkələrdədir. Burada da uroloqlar üstünlük təşkil edir. Bu da onunla əlaqəlidir ki, bu ölkələrdə sığortalar uroloji əməliyyatlarına, xüsusən radikal prostatektomiyalarda Da Vinci üçün xərclənən məbləği tam qarşılayırlar. Amma digər sahələrdə, istər məsələn ginekologiyada olsun, laparoskopiya üçün ödənilən məbləği ödəyirlər əgər Da Vinci ilə əməliyyat etsəniz də. Da Vinci və yaxud da ki, robotik sistemlər minimal invaziv cərrahiyyənin bir hissəsidir və istər laparoskopik, istər də robotik əməliyyatların açıq abdominal əməliyyatlardan üstünlüyü odur ki, burada çox kiçik bir insizyon olunur və məhz kiçik insizyonlar olduğuna görə də perioperativ ağrı daha azdır və buna uyğun da daha az ağrı kəsici tələb olunur və təbii ki, kosmetik cəhətdən də üstündür ki, kiçik çapıq toxunmaları əmələ gəlinir ki, çox vaxt bunlar görünmürlər. Bundan əlavə minimal invaziv əməliyyatlardan sonra xəstələrin funksiyonlaşması, həyata geri dönümü daha da tez baş verir. Az miqdarda morbiditə olur, yəni ağırlaşmalar perioperativ və buna uyğun da təbii ki, hospitalizasiya müddəti daha qısa olur minimal invaziv əməliyyatlarda. Minimal invaziv əməliyyatlarda qalsaq, Da Vinci ilə laparoskopik, yəni konvensional laparoskopiyanı müqayisə etsək, bayaq dediyim diskusiya üzrə, bugünə qədər PubMed-də baxsanız 45-in üzərində randomizə olunmuş elmi tədqiqatlar var ki, bunlar robotik cərrahiyyəni konvensional laparoskopiya ilə müqayisə ediblər. Bu, urologiya sahəsində, ginekologiya və ümumi cərrahiyyə sahəsində olan tədqiqatlardır və əsasən də 3 faktoru nəzərə götürüblər. Həm qısa müddət, uzun müddətli outcome, yəni cərrahi ağırlaşmaların nisbətinə baxıblar və eyni zamanda xəstələrin reporta etdikləri nəticələrə baxıblar və müəyyən olub ki, iki sistem arasında, yəni iki metod arasında həm mortalitet, həm morbiditet riski eynidir. Yəni heç bir signifikant fərqi yoxdur. Ağırlaşma nisbəti eynidir. Əməliyyatdan sonra hospitalizasiya müddəti eynidir və konversiyons nisbəti, yəni minimal invazivdən əməliyyat daxili açıq əməliyyata keçmə riski də eynidir. Yəni bu faktorlarda heç bir üstünlük bir metodun o bir metoddan təyin olunmamışdır. Lakin Da Vinci'nin daha çox kosmetik outcome daha yaxşıdır və pasiyentlər daha məmnundular əməliyyatdan sonra. Digərisi isə mənim daha çox önəm verdiyim nöqtə isə cərrahi spesifik regionlarda funksiyaların qorunmasıdır. Məsələn, ginekologiyada biz radikal histerektomiya əməliyyatı edirik. Təbii ki, orada hipogastrik
Xüsusilə sinirlərin qorunmasında siz Da Vinci ilə 3D və daha keyfiyyətli görüntüləmə ilə nerve sparing əməliyyatlar dediyimiz, yəni sinirləri zədələnmədən radikal histerektomiya həyata keçirə bilirsiniz ki, bu da əməliyyatdan sonra xəstələrdə inkontinens, yəni sidik qaçırma riskinin aşağı olmasına gətirib çıxardır. Prostatektomiya da isə kişilərdə erektil funksiyanın qorunmasına kömək edir. Və digər isə əsas faktorlardan biri də, o da üstünlüklərdən biri də odur ki, cərrahın ergonomik pozisiyasıdır. Yəni siz laparoskopiyada çox ergonomik, anormal bir vəziyyətlərdə əməliyyat edirsiniz və əməliyyatdan sonra həmin gün çox yorğun olur cərrah. Amma burada isə oturaraq rahat, belə deyim ki, əməliyyatı edə bilirsiniz və bəziləri hətta Coca-Cola ilə şəkil çəkib belə paylaşırlar. Negativ cəhətləri ondan ibarətdir ki, əməliyyat müddəti uzun çəkir. Yəni bu arqumentlər bu randomizə olunmuş elmi tədqiqatlardan gəlmə datalardır və burada isə baxmaq lazımdır. Nəyə görə əməliyyat müddəti laparoskopiyaya baxdıqda daha uzundur. Burada isə bu səbəb ola bilər ki, learning curve effekt dediyimiz, yəni öyrənmə müddəti effekti dediyimiz, bildiyimiz kimi laparoskopiya artıq 90-cı illərdən massiv tətbiq olunur, amma Da Vinci isə son 20 ildə tətbiq olunur klinikalarda. Təbii ki, bu cərrahların öyrənməsi və axıntılı əməliyyat etməsi biraz müddət alandır və bugün də məsələn bizim klinikamızda sadəcə 2 cərrah bu əməliyyatı Da Vinci ilə əməliyyatlar icra edə bilir. Təbii ki, bu öyrənmə prosesi ola bilsin ki, bu randomizə olunmuş çalışmalarda öz effektivliyini göstərir və Da Vinci ilə olan əməliyyatların da uzun müddəti gətirməsini gətirir. Amma qaçınılmaz, etiraz olunmaz əsas negativ faktor odur ki, qiyməti, yəni Da Vinci ilə əməliyyatların qiyməti daha bahadır. Yəni göstərişə bağlı olaraq 1000-4000 evro dollar daha baha başa gəlir laparoskopiya ilə müqayisə etdikdə. Amma ümid edirəm ki, bu cür şirkətlərin çoxalması və bu cür robotik sistemlərin çoxalması konkurensiyanı artırar və bu da ki, qiymətlərin aşağı düşməsinə gətirib çıxardar. Təbii ki, laparoskopiya ilə əməliyyat eləyəndə bunlar da elmi araşdırmalarla təsdiq olunub ki, cərrahlarda əzələ, skelet ağrıları və bir müddət sonra isə burn-out olma riskləri yüksəkdir. Bu cür randomizə olunmuş elmi tədqiqatları detaylı interpretasiya edərkən diqqət etmək lazımdır. Çünki görəcəksiniz ki, əgər oxusanız, populyasiyanın, yəni tədqiqat populyasiyasında çox heterogenitet mövcuddur və eyni zamanda tətbiq olunan texnoloji metodlar da çox fərqlidir. Yəni birbaşa müqayisə etmək çətinlik yaradır. Robotik sistemlərin digər üstünlüyü ondan ibarətdir ki, bunlarda EndoRIS dediyimiz texnologiya vardır. Yəni normal laparoskopiyada 360 dərəcə siz instrumentin icra edici hissəsini, yəni uc hissəsini çevirə bilmirsinizsə, Da Vinci'lərin qolları isə 360 dərəcə çevirir. Təbii ki, bu da cərrahın daha komfort əməliyyat eləməsi və anatomik kritik regionlarda daha sərbəst hərəkət etməsinə imkan verir. İkinci özelliyi isə ondan ibarətdir ki, tremor eliminasiyası gedir. Yəni, deyək ki, cərrahın əli əsirsə, Da Vinci sistemi həmin bu tremoru minimallaşdırır. Bu da ki, anatomik riskli regionlarda, xüsusən də deyək ki, paraortal hissədə limfa disseksiyası aparırsınızsa, hansı ki 3 mm yuxarı hissədə nazik bağırsaq, sağ-solda böyrəklərin arteriyaları və yaxud da ki, vena cava, aorta, bu cür kritik regionlarda bu cür tremorun olmaması təbii ki, intraoperativ risk
risklərin azalmasına imkan yaradır. Ginekoloji göstərişlər ən çox histerektomiyalardır, miyomanipulyasiyalarıdır. Endometriozis cərrahiyyəsində, xüsusən də dərin infiltrə olunan endometrioz cərrahisində əvəz olunmazdır. Pelvik orqan prolapslarında, yəni sallanma əməliyyatlarında, sakropeksiya olsun, pektopeksiya olsun, çox detallı, presis əməliyyatı icra etməyə kömək edir və ən az xüsusilə isə xərçəng xəstəliklərində, xərçəng əməliyyatlarında bugün endometrial karsinomada standartdır. Yəni yumurtalıq xərçənglərində bilirsiniz ki, açıq əməliyyat edirik, amma borderline tumorda, yəni yumurtalığın xüsusi forması borderline tumorlarında tətbiq oluna bilər. Uşaqlıq boynu xərçənglərində isə sadəcə selektə olunmuş hallarda, xəstələrdə tətbiq oluna bilər. Çünki minimal invaziv əməliyyat uşaqlıq boynu xərçəngində, birazdan bu nöqtəyə bir daha geri dönəcəm, LAC və LAC trialdan sonra biraz kritik yanaşılır. Amma elmi tədqiqatına baxdıqda 2 santimetrə qədər olan xəstələrin minimal invaziv əməliyyatı mümkündür, hansı ki xəstənin ümumi yaşama müddətinə təsir etməyəcək şəkildə. Eyni zamanda artezyonların aradan qaldırılması, fertility sparing əməliyyatları dediyimiz, yəni bugün az deyil ki, gənc xanımlarda çox erkən yaşlarda uşaqlıq boynu xərçəngi əmələ gəlir və yaxud da ki, yumurtalıqların xərçəngi əmələ gəlir ki, təbii ki, burada fertilitənin qorunması əməliyyatlarında, məsələn, uşaqlıq boynu xərçəngində traxeotomiyanın icra olunmasında da robotik sistem çox yaxşı kömək edir və eyni zamanda qeyd etdiyim kimi limfa disseksiyalarda. Gördüyünüz bu iki şəkildə sol tərəfdə konvensional laparoskopiyadır, torakalların yerləşdirilməsidir. Optik torakal yerləşdirildikdən sonra sağ-sol iççi torakallar yerləşdirilir və suprasinfizer üçüncü torakal yerləşdirilir. Da Vinci sistemində isə trokarlar adətən yan-yana düzülür. Yəni burada da şəkildə yuxarı orta şəkildə gördüyünüz kimi trokarları yerləşdirildikdən sonra Da Vinci'nin Genau. Və yerləşdirildikdən sonra əməliyyat regionu, yəni bizdən indi burada uşaqlıqdır, fokuslanır Da Vinci sistemi üzərində. Trokarlar yerləşdirildikdən sonra burada kiçik bir video ilə keçən həftə məhz bu gün çəkdiyim bir videonu göstərəcəm və trokarlar yerləşdirildikdən sonra görəcəksiniz ki, burada da Da Vinci'nin doğruları trokarlarla birləşdirilir. Doğru oturduğu təqdirdə kiçik bir dipslə bizə trokarların doğru oturduğunu verir və trokarları yerləşdirdikdən sonra cərrah tıncıla keçir və gördüyünüz kimi bu konzol üzərindən əməliyyat icra olunur. Əməliyyatın sahəsi görünür və burada ikinci konzolumuzda da asistentimiz vardır ki, bu da əməliyyatın icrasını müşahidə edir. Da Vinci sistemi ilə əməliyyat eləmənin digər üstünlüyü ondan ibarətdir ki, xüsusən də ki, adipozitaz xəstələrində, hansı ki, intraabdominal yüksək təzyiqə, hansı ki, biz onu laparoskopiyada məcburuq eləməyə bir sıra xəstələrdə anestezioloji ağırlaşmaları sıx-sıx olur. Amma Da Vinci'də biz aşağı təzyiqlə etmə şansımız olduğuna görə, yəni 12 milli civə sütunun aşağısında təzyiqlə etdiyimiz üçün bu adipozitaz xəstələr üçün çox ideal bir əməliyyat metodudur. İndi isə sizə bir video case göstərəcəm. Endometrial karsinoması. Xəstə 2 həftə bundan öncə bizə 51 yaşda xəstə yaxınlaşmışdı. Obezitə bir xəstəmiz olub və postmenopauzal qanama ilə ondan sonra biz onda histeroskopiya və küretaj etdik və histologiyada grade 3 endometrial karsinoma gəldi. Ekspert ultrasons mənasında və MRT-də bunun mərhələsinin 1A olduğunu təyin etdik və immun histokimiyada da PL3-ün wild type və mismatch repair proteinlərinin defisiti olduğunu müşahidə etdik və NGS analizi ilə sekvensiya etdikdən sonra isə POL genində mutasiya müşahidə etmədik və bugün yəni endometrium karsinomasında bu cür immun markerlərin
təyin olunması mütləqdir. Çünki bunların müalicənin gedişatında qərar almasında çox önəmli faktorlardır. Bu belə deyim ki, faktorları analiz etdikdən sonra xəstə əməliyyata götürdük və xəstəliyin göstəriş oldu laparoskopik histerektomiya, bilateral sloping ovarektomiya və sentinel limf nod diseksiyası. Sentinel limf nod diseksiyası haqqında sizə qısa məlumat verim. Bilirsiniz ki, biz əvvəllər onkologiyada, xüsusən ginekoloji onkologiyada radikal sistematik limfodiseksiyası aparırdıq pelvik və paraortal regionda. Son belə deyərdim ki, 8-10 ildə aparılan randomize olmuş prospektif çalışmalar gösterildi ki radikal sistematik limfa diseksiyasının aparılması xəstənin həyatının, yaşamının müddətini heç də uzatmır. Ona görə də süd vəzisində olduğu kimi biz də burada artıq sentinel limfa düyünlərinin çıxarılması və onların intraoperativ histoloji müayinə etməsi metodlarına keçid etdik və bugün də bu endometrial karsinoma olsun, servikal karsinoma olsun və vulvanın karsinoması olsun standartdır və burada gördüyünüz kimi də ən çox sentinel, metastaz sentinel vermiş limfa düyünləri pelvik regionda, xüsusən də ki sağ və sol eksternal iliakal damarlar regionunda, obturatoriya regionunda və presakral regionda metastaz verir və bu bilgilər nəyə görə lazımdır? Çünki əməliyyat zamanı o regionlara xüsusən diqqət etmək üçün və sentinel limfa düyünü o düyünlərdir ki, hər orqandan bilirsiniz ki, limfa axır və limfa mayesi axdığı ilk limfa düyünü stasionarı ona biz sentinel limfa düyünü deyirik və bunları da müxtəlif metodlarla aşkar edirik. Yəni standart olaraq çox yerdə hal-hazırda ICG indosiyanin yaşılı maddəsindən istifadə edərək fluoresens texnikasından detektə olunur və bu metod çox güvənli bir metoddur. Sensitivliyi 97% və negativ prediktiv dəyəri isə 99%. Yəni bu metodla metastaz verilmiş sentinel limf düyünlərini qaçırma ehtimalınız çox azdır. Bu məlumatlardan sonra isə sizə videonu göstərəcəm. Bu həmin xəstədir ki, burada gördüyünüz kimi kısa bir məlumat verim. Uterusda uşaqlıq, yumurtalıq və uşaqlıq borusu, ligamentum rotundum və indi ligamentum rotundum diseksiya edərək pelvik regiona və obturatorial regiona nəzər keçirib sentinel limfa düyünü tapmaya çalışacağıq. Okay. Ve sol tarafta da IP ligamenti. Burada diseksiya ederken yani bu regiona giderken bazı kritik anatomik strukturlara dikkat etmeye lazımdı. Aorta vena ovarica yani IP ligament dediğimiz ve aynı zamanda ureter yani onları mobilize, lateralize etmeden bazen əməliyyat daxili ağırlaşmaları gətirib çıxarda bilər. Mən geri qayıdıram bir daha sizə göstərmək üçün. İndi gördüyünüz kimi video kamera keçirilir və xəstədə gördüyünüz kimi hal-hazırda kamera keçirilərək fluoresens işıqlandırma vasitəsilə sentinel limfa düyününü detekt etmeye çalışacağım. Təqribən bilmək üçün harda yerləşir. Gördüyünüz kimi yaşıl verən indosiyanın yaşılı ilə markeri olunmuş limfa düyünüdür ki, bunu da məhz bu metodla təqribən regionunu təyin edib əməliyyatda məhz o regiona doğru hərəkət edirik ki, digər regionların zədələnməsi və onunla bağlı olaraq ağırlaşmalar qaçırılsın. Videonu biraz tez geçeceğim. Gördüğünüz gibi artık o limfa düğününü aşkar ettik ve bu arteria iliaca externa regionunda yerleşip ve hal-hazırda da həmin limfa düğününün diseksiyası aparılır. Bir daha yandırarak emin olmak için ki həmin limfa düğünüdür.
kontrol ederek həmin o limfa düyününü çıxardırıq və ondan sonra isə uşaqlığın ekstirpasiyası. Burada ise karşı tarafın, sol tarafın limfa düğünü çıxarılır. Burada da yine çıxarılmamışdan qabaq yine kontrol edəcək. Gördüğünüz gibi. Yani bu o üstünlük verir ki bize. Tabii ki bunu bazı yeni teknoloji laparoskopiyalarla da etmək mümkün. Yani sadece bu robotik sistemlerle olmur. Ama tabii ki bu cür selektiv limfa düyünlərinin çıxarılması xəstənin əməliyyat daxil və əməliyyat sonrası ağırlaşmaları, məsələn qanama olsun, limfareya olsun və yaxud da ki limfostaz olsun, bunların qarşısını almaq üçün profilaktik çox yaxşı metoddur. Bayaq da qeyd etdiyim kimi uşaqlıq boynu xərçəngində minimal invaziv cərrahiyyə sadəcə selektiv hallarda icra edirik. Bu da 2018-ci ildə nəşr olunmuş publikasiya, hansı ki randomize prospektiv bir çalışmaydı. Müqayisə edirdi ki, xəstələrin yaşama müddəti hansı metodla, minimal invaziv cərrahiyyə ilə mi, yoxsa açıq əməliyyatla mı daha yaxşıdır və burada da gördüyümüz kimi xəstələrin hazard ratio dediyimiz, yəni riski 6-dır. Yəni bir xəstə hansı ki minimal invaziv əməliyyatla metodla əməliyyat olunsa, onlarda xəstəliyin residiv vermə, yəni geri qayıtma riski 6 dəfə daha çoxdur. Məsələn, bu publikasiyadan sonra bir çox dünyada kollegiyalar açıq əməliyyata yenidən keçdilər. Amma dediyim kimi subqrup çalışmalarında, analizlərində məlum oldu ki, bəzi qrup xəstələrdə, subqrup xəstələrdə, xüsusən 2 sm-ə qədər olan və heç bir limfa düyünlərində metastaz və yaxud da perimetriumda metastaz verilməyən MRT-də olsun, CT-də olsun, o qrup xəstələri də minimal invaziv əməliyyatlarla davam edib əməliyyat etmək mümkündür. Sadece karsinomalarda değil, aynı zamanlarda benigna ginekoloji gösterişlerde de Da Vinci'ni icra edirik. Burada gördüğünüz gibi 33 yaşlı bir hanımdı. Bize spottingdən müraciət eləmişdi və uzanılmış menstruasiyanla bildiğimiz kimi kesir kəsiyi ilə doğum etdikdən sonra uterusun ön divarında miometriumda çapıq toxuma əmələ gəlir. Bəzən o çapıq toxuması torba formasını alır və menstruasiya zamanı həmin o torbaya qan yığılır. Və menstruasiya bitdikdən sonra bu dəfə o həmin torbada olan qan axıntısı başlar ki, bu da menstruasiyanın uzanmasına gətirib çıxardır və tabii ki bu simptomatikanı ve aynı zamanda MRT'de miyometriumun qalınlığının 1,7 mm olduğu nəzərə alaraq biz bu xəstədə həmin bu nişənin, yəni çapıq toxumasının uşaqlıqdan repara edib çıxarılmasına qərar verdik. Gördüğünüz kimi burada plika vesiko-uterinanı açdıqdan sonra peritoneumu və silik hissəsini maye ilə doldurub sərhədlərini təyin etdikdən sonra onu preparasiya edirik kaudala doğru və silik hissəsini preparasiya elədikdən sonra adətən silik hissəsi bu çapıq nahiyədə birləşir. Əməliyyat zamanı bu məlumatı nəzərdə almadıqda rahat şəkildə sidik hissəsini zədələyə bilərsiniz. Bunu etməmək üçün öncədən əməliyyatdan başlamadan öncə sidik hissəsini kaudala doğru preparasiya etməlisiniz. Bunu etdikdən sonra təqribən bilirik ki, nişə bu regionda olmalıdır. Amma nişənin, yəni bu çapığın hansı böyüklükdə olduğunu adi gözlə laparoskopiya ilə təyin etmək çətin olur çox vaxt və belə bir halda biz yenə də burada indosiyanin yaşıl aplikasiya edirik uşaqlıq daxilinə və daxil etdikdən sonra fluoresens işıqlandırması ilə defektin regionlarını təyin edə bilirik. Hardakı miometrium daha nazikdir, orada işıqlandırma daha yaxşı şəkildə görünür və məhz həmin o regionu da biz kəsərək çapıq toxumanı çıxardıb təzədən bağlayırıq. Və son case belədir ki, xüsusən də prolaps xəstələrində ən çox icra olunan xəstəlik qruplarıdır Da Vinci sistemi ilə əməliyyatlar. Belə ki, bizdə 64 yaşlı xəstə
yaxınlaşmışdı və bu xəstənin həm sistoseliyası ikinci dərəcəli, həm uterus prolapsı üçüncü dərəcəli, həm də ki enteroseliyası vardı. Yəni hər üç kompartimentdə defekt olduğunu təyin etdik və belə hallarda universal əməliyyatlar var ki, məsələn pektopeksiya olsun, sakropektopeksiya olsun, Dubusson əməliyyatı olsun ki, bunlar standart, yəni all in one, yəni bir əməliyyatdan siz üç kompartimenti eyni anda müalicə edə bilirsiniz və gördüyünüz kimi xəstədə ləş əməliyyatı keçirdik, yəni supraservikal histerektomiya. Ondan sonra serviksin ön divarını, sidik hissəsini lateralizə edirik kaudala doğru ki, bura meşin, yəni Azərbaycanda ən çox setka deyilir, setkanı yerləşdirmək üçün və eyni zamanda spatium recto vaginali hissədə də peritoneumu mobilizə edirik və serviksin arxa divarını azad edirik ki, enteroseliyanın müalicəsi üçün burada setkanın bir qismini yerləşdirmək üçün. Preparasiya elədikdən sonra setkanın yan qollarını fiksə etmək üçün pektopeksiya əməliyyatında ligamentum iliopectineumu axtarırıq. Bu adətən arteria umbilikali və ligamentum rotundum arasındakı anatomik regionda yerləşir. Oranı preparasiya etdikdən sonra, disseksiya etdikdən sonra həmin ligamenti pi toxumasının arxasında müşahidə edə bilirik və sərt sümüyün üzərində olduğu üçün sərt toxunuşla təqribən orientasiya etmək mümkün olur. Və anatomik regionları setkaların fiksə edilməsi üçün hazırladıktan sonra bu dəfə setkanı daxil edirik. Gördüyünüz kimi ön hissəsi setkanın sidik hissəsinin aşağısına gəlir. Arxa hissəsi isə enteroseliya üçün rektumdan serviksin arasına gedir və yan qolları isə çanağın sağ və sol hissəsində ligamentum iliopectineuma fiksasiya olunur. Və bu da ki son vəziyyətdir. Gördüyünüz kimi həm cervix, həm arxa kompartiment, həm ventral kompartiment setka ilə fiksə olunduqdan sonra cervix prolapsı yanda ligamentum iliopectineuma doğru fiksasiya olunur və ən sonunda da deprotonizə edib morselmo ilə ya da ki əgər kiçikdirsə bəzən adi trokar üzərindən də uterusun korpusunu çıxarda bilirik. Və ən sonda da robotik cərrahiyyə, bəli, üstünlükləri çoxdur, bahalı metoddur, amma kompleks əməliyyatlarda əvəz olunmazdır. Bu baxımdan da selektiv olmaq lazımdır. Sadə əməliyyatları uşaqlıq, belə deyək ki, yumurtalıq kissalarıdır və yaxud da ki, adneksektomiyalardır. Bu cür bağlı cərrahi metodlarla tövsiyə görmürəm əməliyyat etməyi. Amma karsinomalardır, prolaps əməliyyatlardır ki, və yaxud da ki, niş əməliyyatları olsun və yaxud da kompleks histerektomiyalar olsun ki, bu 4 qrup göstərişlər mənim burada da ən çox icra etdiyim əməliyyatlardır. Və ümid edirəm ki, bu cür yüksək texnologiyalı robotik sistemlər çoxalar və də bu da onların müqavimətin artmasına və eyni zamanda daha da uyğun qiymətlərə gətirib çıxarmasına gətirib çıxardar və yeni generasiyalarda firmaların dediklərinə görə daha yüksək texnologiyalar, hətta süni intellektlərin də implemente olması planlanıbdır. Bununla da mühazirəm bitdi. Suallarınız varsa buyurub verə bilərsiniz. İştirakçılar istəsəz əgər səsi açıb da verə bilərsiniz interaktiv şəkildə. Bizim sualımız var artıq, doktor. İstəyirsiniz oxuyum sizə. Buyurun. Da Vinci robotik cərrahiyyə sisteminin istifadəsindən sonra spike'ların əmələ gəlmə ehtimalı nə qədərdir? Yəni, ümumiyyətlə var. Sezaryandan sonra? Ümumiyyətlə, yəni robotik cərrahiyyədə bir əməliyyat elədik. Yəni o hissədə artıq spike'lar qarın daxilində, məsələn, olur da, məsələn, açıq əməliyyat eləyəndən sonra olsun falan. Biraz insanın fərdi anatomik xüsusiyyətlərinə bağlıdır, fərdi anatomik histoloji xüsusiyyətlərinə də. Xəstə var ki, əməliyyat eləyirsiniz,
və ikinci dəfə başqa bir səbəbdən əməliyyat edəndə görürsünüz ki, heç bir adhezyon yoxdur. Amma xəstə var ki, əməliyyat edirsiniz, sadə bir əməliyyat, sonra bir də başqa bir səbəbə görə həmin o qarna abdominal boşluğa girəndə görürsünüz ki, çoxlu adhezyonlar əmələ gəlibdir. Və yaxud da ki, adi məsələ deyək ki, əlimiz kəsildikdə və yaxud da ki, əməliyyatdan sonra bir qism xəstələrdə çapıq, dəridə olan çapıq toxuması o qədər incə olur ki, heç görünmür, amma bir qismdə keloid toxuma əmələ gətirir. Yəni bu sırf insanın anatomik fizioloji xüsusiyyətlərinə bağlıdır. Bir də ki, təbii ki, keçirilən deyək ki, infeksion xəstəliklər olsun. Bilirsiniz ki, infeksion xəstəliklərin klamidiya olsun, qanoriya olsun 50% asimptomatik keçir və bu cür bakterial xəstəliklər də qarın boşluğunda spaykaların əmələ gətirməsini gətirib çıxarda bilir. Növbəti sual Nazilə verir. Təqdimatınız üçün təşəkkürümüzü bildiririk. Doktor, bizim hocaların bir çoxu laparoskopik əməliyyatlarda uğurlu olmaq üçün ilk öncə həmən əməliyyat növünü açıq halda bacarmalı və ya təcrübə etməli olduğumuzu qeyd edirlər. Biz robotik cərrahiyyədə uğurlu olmaq üçün əvvəl açıq, sonra laparoskopidə bacarıqlar əldə etməliyik. Bilirsiniz, bu kontrovers diskussiya olunan bir mövzudur. Həmişə fikirləşirik, hansı yaxşıdır? Açıqmı eləyib, sonra minimal invazivə keçib, minimal invaziv eləyib açığa keçmək. Yəni, mən belə deyim də, məndə onkoloji bir məktəbdən gəlirəm də və biz başladığım yerdə, şaritedə 80% xəstələr yumurtalı xərçəngli xəstələr idi və elədiyimiz əməliyyatların hamısı açıq idi. Yəni. Təbii ki, açıq olub ikisini də yəni bacarmaq lazımdır və mən bu şəxsi belə deyim ki, müşahidəmdir. Görürdüm ki, kollegalar ki, hansı ki açıq əməliyyatdan minimal invazivə keçəndə daha rahat olar, daha tez öyrənirlər. Nəinki minimal invaziv eləyib, sonra hansı bir, məsələn deyək ki, təcili anda konversasiya etmək, yəni açıq əməliyyata keçmək biraz onlara çətin gələ bilir, yəni. Yəni təbii ki, bu mənim öz müşahidəmdir. Burada evidence-based bir məlumat deyil, baxmaq lazımdır. Bəlkə də literaturada var. Robotik əməliyyata gəldikdə isə biz artıq elə bir dövrdəyik ki, məsələn, bir qism assistentlər, əvvəllər belə idi ki, robotik əməliyyatları klinikada ya şef ATS ya da ki light and OVATS eləyə bilərdi də. İndi də o tendensiya bir çox klinikalarda var, amma bir neçə məsələn klinikada görmüşəm ki, ilk histerektomiyanı assistentə Da Vinci-nə elətdirirlər. Yəni nə qədər doğrudur? Yəni məncə mən fikirləşirəm ki, yəni bunu da çox professorlar fikirləşirlər ki, ilk öncə laparoskopiya öyrənmək lazımdır. Çünki Da Vinci hər klinikada yoxdur. İlk öncə laparoskopiya hakim olmaq lazımdır. Ağırlaşmaları idarə etməyi bacarmaq lazımdır. Ən azından sadə bir histerektomiyanı belə deyim ki, laparoskopiya ilə görə bilməlisiniz ki, ondan sonra Da Vinci'yə keçmək olar. Learn curve, yəni ki, öyrənmə fazası Da Vinci laparoskopiyanı bilən insan üçün çox tezdir, yəni. Yəni çox tez keçərək, yəni Da Vinci'də də əməliyyat etməyə bacara bilirsiniz. Təşəkkür edirik, doktor. Buyurun. Növbəti sual Əfrus deyir ki, Almaniyada həm ginekologiya, həm də robotik cərrahiyyə üzrə ixtisaslaşmaq olurmu? Bunun üçün ən uyğun yol hansıdır? Robotik cərrahiyyəni rezidentura zamanı öyrənmək olur, yoxsa ancaq ayrıca fellowship etmək lazımdır? Yox, təbii ki, öyrənmə prosesi assistentlik dönəmində başlayır. Hətta, məsələn, əməliyyatda assistentlərimiz də indi bizdə, məsələn, Rövşən bəy bizdə idi də, gördü. Assistentlərimizi götürürük, rezidentlərimizi birinci assistent kimi götürürük. Yəni, robotik əməliyyatları 2 cərrah getmir, yəni. Bir cərrahın olması kifayətdir. Assistentlərimizi, rezidentlərimizi assistent kimi götürürük. Və onlar da təbii ki, görürlər həm texnologiyanın idarə olunması, qoşulması, əməliyyatların icra olunması və buna pasiv öyrənmədir. Yəni, bunu heç də belə deyim ki, aşağı dəyərli görməyə lazım deyil. Və Da Vinci üçün isə xüsusi bir ixtisaslaşma yoxdur. Yəni, hansı sahədə siz seçirsinizsə, bu ginekologiya ola bilər, urologiya ola bilər.
oranı bitirdikten sonra, yani bir OBARTS olduktan sonra, yani sadə əməliyyatları yaxşı bacardıqdan sonra, hakim olduqdan sonra Da Vinci əməliyyatına da keçirsiniz. Nəyə görə? Çünki Da Vinci'də artıq belə deyim ki, sadəcə kompleks əməliyyatlar icra olunur. Yəni sadə əməliyyatları bacarmayan birisinin birbaşa gedib Da Vinci ilə kompleks əməliyyatları da öyrənmə baxımından da doğru deyil. Yəni metodik baxımdan da, pedaqoji baxımdan da doğru deyil. Çünki bir-iki ağırlaşmaya səbəb olduqdan sonra həmin o assistentlər olsun və yaxud da ki, yeni uzman olmuş həkimlər olsun, demotive ola bilərlər yəni. Hı hı. Növbəti sual yenə Nazilə verir. Anatomik regionları öyrənməyimiz üçün tövsiyə edə biləcəyiniz mənbə varmı? Ə, Anatomik, təbii ki, anatomiya, yəni Hı hı. standart universitetlərdə anatomiyalar olmalıdır. Ondan başqa kadavra kursları var. Yəni ki, meyitlər üzərində kurslar, o kurslara gedilə bilər. Ondan sonra bir də cərrahi atlaslar var. Yəni ginekoloji cərrahi atlaslar. Onları da orada da məsələn anatomik əməliyyatların stepləri anatomik regionlarda necə tətbiq olunur, onlar illüstrasiya olunub ki, onlar üzərindən də öyrənmək mümkündür. Hı hı. Təşəkkür. Növbəti sual iki hissəli bir sual var. Ə, deməli, Zəhra verir. Salam doktor, təşəkkür edirəm öncə, çox faydalı oldu. İlk sualım meş qoyulan əməliyyatınızda dediyiniz sümüyün hissiyatı nöqtəsi var idi. Mənə maraqlıdır ki, hissiyatı robotik cərrahiyyə verirmi? Laparoskopidə açıqdan əlbəttə az da olsa müəyyən əl hissiyatı müqavimət, yəni hiss olunur. Bu Evet. robotikdən varmı? Robotikdə bu haptik hissiyat, yəni əl hissiyatı dediyiniz laparoskopiya baxanda daha azdır. Mən ona görə də deyirəm ki, yəni ə, robotik cərrahiyyə əməliyyatı öyrənməyə başlayanlar üçün deyil. Yəni biraz advanced səviyyə üçündür ki, çünki siz təqribən vizual olaraq bilirsiniz ki, o sümük harda yerləşir. Amma bunu laparoskopiya ilə etməmiş və yaxud da açıq etməmiş bir yeni başlayan cərrahın çətinlik yaşaya bilər yəni əməliyyat əsnasında və təbii ki, o liqamenti fiksasiya etmə nöqtəsi var. Yəni siz harda gəldi deyil də daha çox ilyakal venaya yaxın bir hissədə fiks etməlisiniz. Qorxu o regionlardakı həm sinir baxımından, həm də ki damarlar baxımından, limfa düyünləri baxımından kritik regionlardır yəni. Ona görə də pektopeksiya əməliyyatını çox ginekoloq etmir. Yəni xüsusən də pelvik regionuna yaxşı sahib olanlar, onkoloji təhsili olanlar, cərrahi təhsili olanlar bu əməliyyatı edirlər. Bacarırsansa sadə əməliyyatdır yəni. Hı hı. Sualın ikinci hissəsi, sualım isə pasient satisfaction hissəsi ilə bağlı idi. Bu nə ilə bağlıdır? Yəni robotik ənənəvi laparoskopiyadan nə ilə fərqlənir? Postop sağalmadakı pasient daha rahat hiss edir. Yəni bilirsiniz, baxmaq lazımdır. Bəlkə də psixoloji bir faktordur. Başa düşürsünüz? Yəni xəstəyə deyəndə ki, sizi robotik üsulla müalicə edəcək, xəstədə bir sevinmə əmələ gəlir. Yəni ki, yəni yeni texnologiya, bəlkə də onun verdiyi bir plasebo bir effektdir. Dəqiq deyə bilmərəm ki, nə ilə əlaqəlidir. Yəni ki, böyük ehtimal ondandır. Ondan da əlavə, təbii ki, biz bu da elmi tədqiqatlarla təsdiq olunub ki, bu da ola bilsin ki, faktordur. Da Vinci ilə əməliyyat edərkən aşağı təzyiqdə əməliyyat edirik. Aşağı təzyiqdə əməliyyat elədiyin zaman anestezioloji ağırlaşmalar daha az olur. Hı hı. Növbəti sual, robotik əməliyyatlardan sonra nə qədər müddət sonra təbii doğuş göstərişdir? Ümumiyyətlə təbii doğuşa icazə verilirmi? Əlbəttə ki, baxır hansı əməliyyat edirsiniz də. Miyom enukleasiyası olursa, yəni laparoskopiya ilə konvensional laparoskopiya ilə Da Vinci'nin doğuma təsiri eynidir yəni. İkisi də minimal invazivdir. Orada necədirsə, burada da eyni şey. Deyək ki, miyom enukleasiyası olmuş biz xəstəyə, intramural miyoması çıxarılmış biz xəstəyə, laparoskopiyada da Da Vinci ilə də əməliyyat etsə, deyirik ki, 6 ay gözləsin hamiləlikdən öncə. Hı hı. Növbəti sual Zəhra verir yenə. Bir digər sualım isə metastazlı kanserdə edilən əməliyyatlarda minimal invazivdəki ölüm faizinin birdən artışı idi. Bu nə ilə bağlıdır? Təşəkkür edirəm cavabladığınız üçün. O qrupa, yəni metastazlı xəstələr deyil idi. Onlar opera bilə olunan birincili metastaz verməmiş xəstələrdir. Zaten
belə deyim ki, metastaz vermiş xəstələri əgər palliativ bir səbəb yoxdursa, əməliyyat etmirsiniz. Yəni belə bir kurativ əməliyyat icra etmirsiniz. Bu ümumiyyətlə aparılan elmi tədqiqat lag trial deyirik. O elmi tədqiqatın çox belə deyim ki, kritik nöqtələri var idi. Yəni çox kritizə olundu həmin o elmi araşdırma. Bu onunla əlaqəli ola bilər ki, minimal invaziv metodla siz əməliyyat edərkən parametriumu kifayət qədər radikal əməliyyat edə bilmirsiniz. Açıq əməliyyat zamanı biz cərrahlar da neçə illərdir açıq əməliyyat etmişsiniz və maksimal radikal əməliyyat açıq şəhərdə daha rahat edirsiniz. Nəinki minimal invaziv əməliyyatdan. Ondan başqa da ki, həmin bu mərkəzlər ki, orada bu elmi araşdırmada iştirak eləmişdilər, bunların birincisi çox idi da cərrahi mərkəzlər iştirak edən və bəzilərində də ki, yeni başlamış kollegiyalardır. Təbii ki, onların bir radikal əməliyyat icrası etməsi ilə təcrübəli bir həkimin radikal histerektomiya etmə əməliyyatları eyni deyil. Təbii ki, bu faktorlar da bu nəticəyə təsir edir. Amma əsas belə deyim ki, arqument o idi ki, açıq əməliyyatda radikallıq daha yaxşı əldə olunur, nəinki minimal invazivdə. Hı -hı. Və növbəti sual Əfruz verir ki, doktor, Almaniyada həm mama ginekoloq, həm də robotik cərrah kimi işləmək mümkündürmü? Əlbəttə ki, yəni onsuz da siz rezidenturanı keçəndən sonra o sahənin robotik cərrahisini edirsiniz. Yəni robotik təhsil deyilən bir şey yoxdur. Robotik sadəcə şeydir. Mən birazdan əməliyyata girməliyəm. Son bir sualı da alım. Kiminsə başqa sualı olsa e-maillə yaza bilər mənə. Səsinizi açıb da verə bilərsiniz istəsəniz. Belə görünür ki, yoxdur deyəsən doktor. Sizə təşəkkürümüzü bildiririk. Çox sağ olun ki, belə möhtəşəm bir çıxış oldu. Çox Çox sağ olun doktor. Həqiqətən vaxtınızı da bizim üçün ayırdınız. Çox sağ olun. Minnətdarıq. minnətdarıq. Sağ olun. Axşamki Zoom-a qoşulmağınızı çox tövsiyə edirik. Həm Almaniyada, həm Azərbaycanda, həm də Türkiyə barəsində müqayisəli şəkildə deməli bizim bir vebinarımız olacaq. Çox güman ki, hamınız tanıyırsınız. Doktor İrana Qoçuyeva bizimlə olacaq. Axşam da sizləri gözləyirik dostlar. Sağ olun. Görüşənədək. Uğurlar sizə dostlar. Sağ olun.